gelmişik. Bugünkü günü anım günüdür. Bugünlerde gelmişik şehitlerin parkına, şehitlerin mezarına. Biz Tozlu Rayonu İctimai Nezaret Teşkilatı adından gelmişik bütün şehitlerimize. Allah rahmet eylesin onları. Anım gününü qeyd edirik. Qeyd edirik bəli. Bu gördüğümüz de şehitlerimizin şəkilləri, onlar da onların qəbirləri Allah qəbirlərinin nurunu doldursun. Vaqim müəllim, bugünkü günü hansı gündür, hansı gün kimi qeyd eləmək olar? Bugün milli liderimiz Heydər Əliyevin anım günüdür. Halkımız her yerde anım tədbirləri keçirir. Biz də Tozlu Rayon İctimai Nəzarət Təşkilatı olaraq gəldik Şəhidlər Xiyabanına. Şəhidlərimizi yad edirik. Sonra da gedəcəyik Heydər Əliyevin parkına, orada heykəli qarşısında baş əyəcəyik millətimizə, xalqımıza, öz tərənnümümüzü bildirəcəyik. Ben de bugünkü günde Vacib Əliyev sözlerine şərikəm. Gəldiyi torpaqlarımızın, müstəqillimizin uğrunda canından qanından keçən bütün şəhidlərimizə anılır. Bir xatır olarak. Bu bizim qəlbimizdə həmişə yaşayan bir xatirədir. Və bu şəhidlərin, qazilərin qanı canı bahasına dəmir yumruqla bir yerdə Azərbaycan xalqı qələbə çaldı. Bu qələbəni bizə yaşadan şəhidlərimizə, qazilərimizə borçluyuq və dəmir yumruq kimi bizim liderimiz də arkamızda durdu. Bu siyasete həyata keçirdi və 2 ildən bəri işğal altında olan torpaqların azad olunmasında xüsusi əməyi oldu. Ona görə də biz də bir vətəndaş olaraq, bir könüllü nəzarətçilər olaraq bütün tədbirlərdə həmişə fəal iştirak etməyə hazırıyıq və cəmiyyətdə baş verən nöqsanların çəkib göstərməyə, aşkar eləməyə ki, nöqsanlar az olursa dövlətimiz, xalqımız firavan yaşayar. Bu bizim bir könüllü nəzarətçilər borcumuzdur.